Dostlarımıza salamlar. Mən Qabil Müsəbitdə Qarabağın ikinci bölümüyle qarşınızdayıq. Şampiyonlar Ligi, Avrupa Ligi, Konferans Ligi fərqi yoxdur. Hansını qazansaq bölüm bitəcək. Bugün də Şampiyonlar Ligi'nin C1-dən başlayacaq. Görək necə olacaq. Birinci bölüm izləməyini izləsin. Kadroda neçə dəyişiklik elədik. Çox qəşəng oldu. Və başladıq Şampiyonlar Ligi'ne dostlar. 1-0, 2-0, 2-0 galibiyet qəşəng. Hələ Şampiyonlar Ligi'ni oynayacaq. Ondan sonra 3-0 Juninho'nun qolları ilə 2-0 Sevilla. Dostlar bir dəqiqə gəl. Dostlar burada gördüğünüz yeri mənə var. Onu alıp başka takıma satacağım. Sonra simüle edeceğim. Yani onları tutmuyor. Dostlar burada da gördüğünüz gibi 10 milyon vereceğim mecburi. 5.2 Buradan satak. İndi dostlar bundan qalan puldan göre kadro önüne dəyişiklik edə biləcək. Çünkü Japon'da, Güney Kore'de, bir Amerika'da elə oyuncuları almayacaq bu bölümdə. Yani onlar görən kimi satıb onların pulunu götürəcək. Sizinlə dəyişikliyə başlayaq. Bir də nə alaq? Yəni birinci bölümdə də o demişdim. Birinci bölümü gedib izləyə bilərsiniz. Dostlardan Rıbı götürəcəm. Milanda oynayır. Bunu götürək. Qoyaq bura. Sonra görüm hansına dəyişiklik eləyəcəm. Dostlar buradan oyuncu tapdım. Brezilyalıdır. Yine savunmaya bir etki rejimiyle indi dostlar amı axtaracam 72 üssü. Pul da çoxdur. %76'lık var. 75'lik var. Yani bunu götürək dostlar. Bu futbolu bırakmır. Ama hepsi bırakırdı futbolu. Все. Burada kadro eləyək. Все. Dostlar oyuncular satacağım bir iki tane. Elvin Zəfər Quliyevi satdıq. Gəlik buradan dostlar. Bunu da sataq. Ve 1.8 milyonumuz oldu eşek. Sonra kimi sataq? Qaqaşı sataq. Və 1.9 milyonumuz oldu. Dostlar o da oyun salamırıq. Pul çox azdır. UEFA'ya düşdük. C3 ligasına görə nəsə olacaq. Sabah ilə qarşı oynayırıq. 2-0 və UEFA'dakı rəqibimiz 55 min stadion tuturları var. Və 1-0 qalibiyyət. Messi'ye karşı derbi. 2-0 3-0 Kadroya enerji verək. Və konferansa düşsə yaxşı olar dedim, amma UEFA'ya da çıxdıq. UEFA da yaxşıdır. Yox, hələ çıxmamışıq. Hələ buraya gedib keçək. Kəpəzi bərabərə. Yeni dostlar UEFA'da dursaq düşəcək konferansa, yaxşı olar konferans. Və başladıq maça. Mənə gəlir keçəcək, çox asan rəqibdir. Bəlkə 1-0 Siriyə qarşı
Ziriyə 2-1 tutduq. Və sıradakı maç. Zəfər maçı 3-0, 4-0. UEFA rəqiblərimiz Korfe rəqiblərimiz Aston Villa. Şöyle bunlar. Dostlar o rəqiblərimiz gəlsin, UEFA rəqiblərimiz. Lig maçlarını çox göstərəcəm. Dostlar gəldi UEFA maçımız. Gördüyünüz kimi görə kimlər var? Baxa. Trabzonspor var. Sonra tek Trabzon. Bir də bizük. Başlayaq maçlarımızı üçün etməyə. 7-ci dəqiqədə gol qəşəng. 2-0 qəşəng. İlk qalibiyyət. İlk altılıq diyor. Neftçiyə qarşı dərbi. Və 1-0 Junior goluyla. Və Kəpəz. Lig maçları çoxdur, xəttindən artıq. Bərabərə. Azərbaycan kuboku. Kubokumuzda da 2-0 tutduq. Yenə 3-0 qəşəng. Və sıradakı Korfe UEFA rəqibimiz. Hərdən qatışdırır yadları. Və 2-1 bunda da qalibiyyət qəşəng getirik. 4-cüyük dostlar. Qəşəngdir. Və bərabərlik. Dostlar sıradakı rəqib. Bunlar Şampiyonlar Ligi'ndə niyə yoxdular? Şampiyonlar Ligi'dilər çünki 9-culuğa yerlədik. Sırayla 4-1 tutduq dostlar. Qəşəng. Oyuncumuzu istəyirlər. Dostlar Leandro Andrade'ni istəyirlər. Satmayacağım. Çünki gəlişir o hələ. Bizə vacibdir. Ramon Güləməkiyəsi oyuncumuz yoxdur. Gücdür. O görə satamayacaq. 4-0. Qəşəng. Dostlar bu arada ligdə birinci zad olanda özümüzə yəni 21 milyon götürə bilirik. İkinci olanda 10 milyon. Üçüncü olanda da 10 milyon. Yəni belə götürə bilirik. O bölümlərimdən çıxdı mı? İkinci bölümdə deyəm. 2-0 olsun. 15-ci qabaqda yenə 4 oyun var. Sıradakı maç. Kubok oyunları, misli oyunlar tez keçir. 6-0 neydi? Nefis yox. Sıradakı rəqibimiz Aston Villa. Və hadi şalar bir gol. 3-0'ımla da. 3 oyun var. 3 oyuna düşə bilərik biz. 11 xollar eləyib. Başakşehir də var. Türkiyədən görməmişəm. Gəl o da bütün maçları 8'e düşmək üçün. Dostlar. 4-0. Dostlar kubok oyunlarını keçəcəm. Sumqayıt'a qarşı 3-0. Yine bir kubok oyunu. 2-3 tutduq dostlar. Sıradakı Avrupa oyunu. Hadi yine. Bərabərə. 2 oyun 9, 10, 11. 15 hala düşə bilərik. Pol niyə məncə də hə. Hələ ümidlərimiz var. Dostlar Neftçiyə qarşı bərabərə olsun. Sıradakı Avrupa kubok oyunumuz. Hadi uşaqlar, hadi. Bunlar gedib çox qəşəng olar. Bunlarda da yine çox Amerikan zadı var ama olsun dedik. 1-0. Oyda ilk 24 diye qalmaq üçünüzə. Rəqibimiz kimdir ki? İsrail komandasıdır. Baxaq da dostlar. Dostlar və gəldi çatdı
İsrail komandasıyla da oyunumuz. Takıma bir tane full çevirək. Uçsaq etkilim. Aşağı bir gol. Geçək 2-0. 18'e qədər açdıq qəşəng. 8 oyunda 3 qalibiyyət təmiz. 15 xalıymış ya. Bəlkə də gedə bilərmiş. Rəqibimizə baxaq. Bunlar 2-0 tutmuşdu bu deyəsən biz. Şimdi deyəcəyiz bu maçları dostlar. Videoda çox uzanamasın. 3-0 Trantovuz'a geçelim. Sıradaki rəqibimizə 1-0. Bu oyunların keseceğim dostlar. Trantovuz'u 5-0 tuttuk dostlar Avrupa'da. Ve 4-0. 5-0. 6 oldu, 7 oldu. 8-0. Trabzonspor berabere kalıp. Hadi şovlar. Hadi şovlar, hadi şovlar. Yine 2-0 tuttu be heyif. Haramın cevap oyunu da var. Ev oyunu. Evimize belki cevap verebildi ama çetin. Güçlü komandadır. Gidiyorum 11'de. 1-0 Sungayt tuttuk. Ve aşağıları ev oyunu hadi. Bir dönüşüm diyebilirim. 2-1 tuttuk keyif. Olsun. Ve dostlar sezon sonuna bir iki oyun kalmış. Ekran kaydını açacağım. Bu arada Galatasaray azaltmalı 7-0 bizde Osimhen de varmış. Dostlar ligde birinci tamamladık. Dostlar 2 oyun qalıb ligin bitməyinə. Burada da görürsünüz. Gedək 2 oyunda ne olacaq? 4-0 qəşəng. Neftçiyə qarşı 1-0 qalib. Atletico Bilbao kazandı bir gol finası. Manchester City kazandı. Şampiyonlar sezon bitti dostlar. Görək. Her gün kalan. Demək ki çok qəşəng komandalar istəyir ama gelməyəcək. Qarabağa kazandırmalı kubku ve ne kadar oyuncumuz forması teslim edip onlar bununla razılaşaq. Sataq keçsin oyuncumuzu. Böyle oyuncular gelir ve indi dostlar buradan da 73 oyuncusunu götürəcəm. Üçgen kadromuz gelişti. Düzdür bir iki oyuncu satacağım. Düz ve bir de savunmaya oyuncu götüreyim. 2 nokta dostlar 9 pulumuz oldu. Sonra orada transfer eləyəməyib. Baxdım elindicə. Hayır. Ve 2-0 galibiyet. O futbolu bırakacaq. Görək qəbul edəcək. Bəli. Junior istəyirlər. Junior'u özüm də satmayacağım. Çünki tək stoperimizi savunma oyuncusu 73'ü. Savunma çox pisdə qalıb. Takım konfiyansa gitsə yaxşı olar bəlkə. Brighton qəbul edəcək.
Brighton da qəbul eləmir. Yaxşı, Beyə baxaq. Burada da Rangers oynayır. Rangers o da qəbul eləmədi. Bunlar niyə qəbul eləmir? Bu qəbul elədi axırı. Canımız tartı. Qoyaq burada. Oynasın beləlik. Bu kadronun da son hali belə dostlar. Çox transfer eləyəmədik bilirəm. Görək bu kadro ilə hara düşəcək. Və başlayaq dostlar sizin etməyə. Görək nə olacaq. Bərabərə. Və başladı Şampiyonlar Ligi. Oy da birinci turdan 1-0. Hadi uşaqlar. Düzman 3-1 geçək. Özümüzü göstərik. İkinci tur və orada 0 geçək. Geçək uşaqlar. 4-0 6-1 Duran Tovuz'a karşı. Dostlar biz ligdə birinci tamamladıq ancaq 21 milyon götürək. Dostlar yine müdafiə transfer edeceğim çünkü müdafiə çox vacibdir. Bayer'de oynayır. 13 milyona 17 vereceğim. Qəbullədi Bayer. Geçək. Yerdə var 14 milyon. 4 milyon. O da dostlar Borussia Dortmund'da belə bir oyuncu var. Satroslar Borussia'da. Şu. Koydu bir kombre. Kadromuzun da son halı böyle oldu. Geçenci oldu. Başka resimlere. C3 ligası. Ve 2-0. Olsun. Ve 2-0. Dostlar bu bölümü burada bitirək. 3. bölümde görüşmək üzere. Sağ olun, salamat qalın.